Salam, hər birinizi xoş gördük. Biologiya 2025 ikinci hissə test toplusu, maddələr mübadiləsi, energetik və plastik mübadilə mövzusu üzrə testimizə qaldığımız yerdən davam edirik. Birinci testə baxaq. Yunanca plastikos sözünün mənası. Plastikos sözünün mənası yapmaq, düzəltmək deməkdir. Arasında xemosintez edici orqanizmlər vardır. Biz bilirik ki, bakteriyaların arasında xemosintez edici canlı orqanizmlər də olur. Orqanizmlərin əksəriyyəti üçün zülalların biosintezində əsas mərhələlərin düzgün ardıcıllığı. Zülal biosintezi üçün əvvəlcə transkripsiya, daha sonra isə translyasiya prosesləri gedirdi. Yəni düzgün cavabımız oldu Y variantı. Amin turşularını kodlaşdırmayan DNT tripletlərini müəyyən edin. DNT tripletlərini dediyinə görə stop kodları soruşur. Stop kodlarımız da ATT, AST və ATS-dir. Deməli, düzgün cavabımız oldu C variantı. 5-ə baxaq. Xemosintezi kim kəşf etmişdir? Vinogradski xemosintezi kəşf etmişdir. Fotosintezin əlavə məhsulu. Fotosintezin reaksiyasını yazarkən biz bilirik ki, orada əlavə məhsul oksigendir. Əsas məhsul isə glikozadır. Yəni 6-da düzgün cavabımız B variantı, 7-də əsas məhsul isə glikozadır. Burada da yenə B variantı olacaq. 8-ə baxaq. Fotosintezin işıq fazasının nəticəsində əmələ gələn maddələr. Fotosintezin işıq fazasına nə əmələ gəlirdi? Enerji şəklində ATF yaranırdı. Hidrogen və oksigen demək işıq fazada yaranırdı. Yəni A variantı düzgün cavabımızdır. 9-da baxaq. Fotosintezin işıq fazasında qranların membranlarından müxtəlif tərəflərinə toplanaraq potensiallar fərqi yaradan nədir? Biz bilirik ki, burada potensiallar fərqini yaradan hidrogen və elektronlardır. Yəni C variantı düzgün cavabımızdır. Ona baxaq. Fotosintezin qaranlıq fazasının tənliyi. Qaranlıq fazasında bilirik ki, su molekulu iştirak etmirdi, amma hidrogen protonları iştirak edirdi. Ona görə də reaksiyamız necə idi? Karbon qazının üzərinə gəlirdi 24 hidrogen. Buradan da glikoza və su ayrılırdı. Burada da düzgün cavabımız olur Y variantı. 11-ə baxaq. Fotosintez prosesinin yekun tənliyi. Yekun tənlik deyəndə artıq biz burada hidrogen yox, su molekulunu götürürük. Yəni karbon qazının üzərinə gəlirik su, buradan da glikoza və 6 molekul oksigen ayrılır. Yəni düzgün cavabımız oldu Y variantı. 12-yə baxaq. Bakteriyaların mineral birləşmələri oksidləşdirmək yolu ilə enerji əldə etməsinə nə deyirlər? Təbii ki, xemosintez adlanırdı. 13-ə baxaq. Sxemdə sual işarəsinin yerinə yazmaq olar. Fotosintezi göstərir. Fotosintez zamanı nə edirdi? İşığın təsiri altında karbon qazı və sudan üzvü maddə və oksigen yaranırdı. Demək, burada işıq, su var, amma karbon qazının adı yoxdur. Ona görə də D variantı düzgün cavabımız olar. 14-də sxemdə sual işarəsinin yerinə yazmaq olar. Sual işarəsi nədir? Bax, işıq, su, karbon qazını veribdir. Sual işarəsinin yerində üzvü maddəni yazıbdır, amma sual işarəsinin qoyduğu elementi yazmayıbdır. Bu da nə idi? Təbii ki, ayrılan oksigen qazı idi. 14-də düzgün cavabımız oldu A variantı. 15-ə baxaq. Eukariot canlılarda genetik kodun hansı tripletləri polipeptid zəncirin sintezinin başa çatmasının siqnallarıdır? Yəni, stop kodları soruşur məndən. Stop kodlarda hansıları idi? UAA, UAG, UGA. Yəni, B variantımız düzgün cavab olacaq. 16-ya baxaq. Translyasiya prosesinin bilavasitə iştirakçılarıdır. Translyasiya dediyinə görə biz burada DNT-ni götürə bilmərik. Çünki DNT transkripsiyanın iştirakçısıydı. Ona görə də translyasiyaya yalnız RNT-yə aid olanları götürəcəyik ki, burada da düzgün cavabımız RNT-nin növləridir. Yəni Y variantıdır. 17-yə baxaq. Nisbi molekul kütləsi 500 minə çatan zülal təxminən neçə amin turşudan əmələ gəlmişdir? Amin turşunun sayını tapmaq üçün 500 mini bölməliyik 110-a. Yəni bir dənə amin turşunun molekul kütləsinə bölməliyəm ki, 500 min bölək 110-a. Buradan da cavabımız təqribən, yəni böləndə alınır 4545. Bu da təqribən alınırdı. 18 ilə davam edək. Yarpaqların ümumi sahəsi 7 metr kvadrat olan, yəni S bərabərdir 7 metr kvadrata. İşıqlı günün 13 saatı T bərabərdir 13 saat. Neçə qram üzvü maddə əmələ gələr? M bərabərdir sual. Düsturumuz necə idi? M bərabərdir ST düsturu var idi bizdə. Buradan da M bərabərdir, yəni məhsuldarlığın düsturuydu. S-im 7-dir, bir də T-im isə 13 saatdır. Bunu da vuranda eləyirdi düzgün cavabımız 91.
Deməli 91 qram. Çünki belə deyirdik, 1 saatda 1 metr kvadrat yarpaq sahəsində 1 qram üzvü maddə əmələ gəlir. Ona görə də yaranan üzvü maddəni qramla ifadə etdik. Deməli 18-də düzgün cavabımız oldu C variantı. 19-a baxaq. Orqanizmdə deməli 3,5 kiloqram karbohidratın tam parçalanması zamanı ayrılan enerjinin miqdarı hansı sırada düzgün verilmişdir? Baxaq bu enerjini necə tapırıq? Deməli biz bilirik ki 1 qram karbohidrat parçalananda 17,6 kilojoule enerji ayrılırdı. Bəs onda 3,5 qram karbohidrat parçalananda nə qədər enerji ayrılır? Buradan da x bərabər eləyir 61,6-ya, yəni sonunda 0 da var. Bunu da götürüblər. 61,60 kilojoule enerji, yəni Y variantı. 20-yə baxaq. Orqanizmdə deməli karbohidratın tam parçalanması zamanı 44 kilojoule enerji ayrılmışdır. Parçalanan karbohidratın qramla miqdarı nə qədərdir? Deməli, parçalanan karbohidratsan 1 qram karbohidratın parçalananda bilirəm ki, nə qədər enerji ayrılırdı? 17,6 kilojoule. Bu da mənə deyir ki, 44 kilojoule enerji ayrılıbdır. Onda x qram karbohidratın parçalanıbdır ki, bu zamanda 44 kilojoule enerji ayrılıbdır. Buradan da 44 bərabərdir, 44 yox, x bərabərdir. Yəni 44 bölək 17,6-ya. Bu da düşür 2,5 qram. Deməli 2,5 qram karbohidrat parçalananda 44 kilojoule enerji ayrılırdı. 21-də nə deyir? 5 ribosomdan ibarət polisomda translyasiya prosesi gedir. Emerintinin neçə nukleotidi bilavasitə bu prosesdə iştirak edir. Biz bilirik ki, bir ribosomda 6 dənə nukleotid olur. Yəni, fəal mərkəzində belə deyək də 6 nukleotid yerləşir ki, bunlar da translyasiyada iştirak edirlər. Bax, bir ribosomda 6 nukleotiddirsə, onda 5 ribosomda neçə nukleotid olar? X bərabərdir buradan 30 nukleotidə. 22-yə baxaq. Demək, 120 amin turşu qalığından ibarət olan zülal molekulunu kodlaşdırmaq üçün neçə nukleotid tələb olunur? Biz bilirik ki, bir amin turşu 3 nukleotiddir. Onda 120 amin turşu neçə nukleotid olar? X nukleotid olar. Buradan x bərabər oldu. 120-ni 3-ə vursam, eləyir bu da 360. Demək, düzgün cavabımız oldu B variantı. 23-ə baxaq. 150 amin turşu qalığından təşkil olunmuş zülal molekulunun minimum uzunluğu təqribən nə qədərdir? Bir dənə amin turşunun uzunluğu nə qədər idi? Bax, bizə veribdir burada, görürsünüz. 0,35 nanometrdirsə, onda 150 amin turşunun uzunluğu nə qədər olar? X qədər olar. Buradan da x bərabərdir. Təxminən, deməli, 150-ni vurmalıyıq 0,35-ə. 150-ni də 0,35-ə vuranda eləyir 52,5 nanometr. Düzgün cavabımız demək olur B variantı. 24-də baxaq. Fotosintez zamanı neçə metr kvadrat yarpaq sahəsində 15 saat müddətində 300 qram üzvü maddə əmələ gələr? Baxaq. Demək, bizim tənliyimiz var idi. M bərabərdir. ST düsturundan bunu tapmalıyıq. İndi bizim nəyimiz var? Deməli, metr kvadratını soruşur. S bərabərdir. Sual. Zamanımızı verib 15 saat. Müddət M-i veribdir bizə 300 qram. İndi buradan S-i necə taparam? S-i tapmaq üçün S bərabərdir. M bölək T düsturundan istifadə edirəm. Yəni, burada S-i tapıram. Bizdə də M nə qədərdir? 300 qram M-dir. T isə 15 saatdır. Bu da bərabər eləyər. Ümumilikdə 20 deməli metr kvadratına. Düzgün cavabımız olar D variantı. 25-ə baxaq. Deyir ki, glikoliz nəticəsində 180 qram glikozanın parçalanmasından ayrılan enerjinin nə qədəri ATF şəklində saxlanılır? Elə biz bilirik ki, glikoliz zamanı onsuz da 180 qram glikoza parçalanırdı. Və 180 qram glikoza parçalananda təbiidir ki, orada 200 kilojoule sonda enerji yaranırdı. Və bu 200 kilojoule enerjinin 120 kilojoule itirdi. 80 kilojoule isə ATF şəklində deməli hüceyrədə saxlanılırdı, yəni toplanılırdı. Demək elə bizim tapşırığımızla bu test bir-birinə uyğun gəlir. Ona görə də ATF şəklində ayrılan enerjimiz nə qədər olacaq? Təbiidir ki, 80 kilojoule olar, yəni Y variantı. 26-ya baxaq.
Demək, deyir ki, orqanizmdə yağların oksidləşməsi zamanı 4,95 kiloqram su ayrılarsa neçə kiloqram yağ parçalanmışdır? 1 kiloqram yağ parçalananda 1,1 kiloqram su ayrılır və yaxud da ki 1 qram yağ parçalananda 1,1 qram su ayrılır. Yəni fərqi yoxdur. Yerinə qoyub yaza bilərik kiloqram və yaxud da qram. İndi neçə qram yağ parçalanıbdır ki, buradan 4,95 kiloqram su ayrılıbdır. İndi 4,95-i gəlin bölək 1,1-ə. Burada da eləyər. Düzgün cavabımız x bərabərdir 4,5 kiloqram. Yəni düzgün cavabımız olar D variantı. 27-yə baxaq. Orqanizmdə 3,7 kiloqram yağın oksidləşməsindən nə qədər su əmələ gələr? İndi yazdıq biraz bundan qabaq. 1 qram yağ oksidləşəndə kiloqramla deyir. 1 kiloqram yağ oksidləşəndə 1,1 kiloqram su ayrılırdısa, onda gəlin görək 3,7 kiloqram yağ oksidləşəndə nə qədər ayrılar? 3,7-ni deməli vurmalıyıq 1,1-ə. Burada da düzgün cavabımız eləyir. Deməli 4-dan buradan 4,7 eləyir. Olur, yəni Y variantı. 48-ə baxaq, deyir, işləyən əzələ hüceyrəsində hansının miqdarı nisbətən az olur? Əgər əzələ hüceyrəsi işləyirsə, deməli, burada nə edir? Enerji ayırır. Enerjimiz də nə idi? ATF idi. Bitkilərdə fotosintez nəticəsində əmələ gəlmir. Bitkilərdə fotosintez nəticəsində mineral maddələr və karbon qazı bilirik ki, yaranmır. Bitkilərdə fotosintez üçün bilavasitə istifadə olunmur. 30-cu suala baxırıq. Olunmur dediyinə görə fotosintez zamanı oksigen istifadə olunmur. Çünki oksigen burada yaranırdı. 31-də nə deyir? Transkripsiya sözünün mənası. Transkripsiya sözünün mənası bilirsiniz ki, üzünü köçürmə deməkdir. B variantı. Qlikozanın qlikoliz prosesində parçalanması zamanı ayrılan enerjinin müvafiq olaraq neçə faizi istilc enerjisi şəklində yayılar və neçə faizi ATF-nin sintezinə sərf olunur. Deməli, qlikoliz prosesi zamanı bilirik ki, nə qədər enerji ayrılırdı? 200 kilojoule enerji ayrılırdı. Bu enerjinin 120 kilojoule itirdi. 80 kilojoule isə ATF şəklində toplanırdı. 120 kilojoulumuz eləyirdi 60%, 80 kilojoulumuz eləyirdi 40%. İndi bizdə dediyi nə idi? İstilik enerjisi şəklində ayrılan, yəni birinci bu 60-ı soruşubdu faizindən, sonra isə ATF şəklində toplanan 40. Demək, düzgün gələn cavabımız hansı olar? D variantı olar. 33-ə baxaq. Eyni bir amin turşunun daşınmasında minimum neçə cür nəqliyyat erintisi iştirak edir? Minimum 1, maksimum isə 6 dənə nəqliyyat erintisi iştirak edə bilər. Ona görə də Y variantı bizim düzgün cavabımızdır. Sonra baxaq 34-də. Transkripsiya prosesində nə baş verirdi? Bilirik ki, DNT-də olan məlumat mRNT-yə köçürülürdü. Ona görə də düzgün gələn cavabımız avtomatik yaza bilərik. DNT-də olan irsi məlumat əsasında məlumat erintisi sintezlənir. Yəni B variantı düzgün cavabımız olar. 35-ə baxaq. Translyasiya prosesinin mahiyyəti. Translyasiyada nə olurdu? Zol haqqında olan məlumat, yəni amin turşu ardıcıllığı, məlumat erintisi triplet ardıcıllığına uyğun təmin olunurdu. Ona görə də 35-də də elə düzgün gələn cavabımız olur B variantını. Oxuyaq. Sintez olunan zülal molekulundakı amin turşuların ardıcıllığının məlumat erintisindəki triplet ardıcıllığına uyğun təmin olunması. Yəni B variantı düzgün cavabımız oldu. 36. Plastik mübadiləyə aiddir. Plastik mübadilə nə idi? Sadə maddələrdən mürəkkəb maddələrin yaranması idi. Baxaq. Bax, mürəkkəb maddədən sadə yaranıb. Bu energetikdir. Bu da energetikdir. Bu da energetikdir. Polisahariddən monosaharid energetikdir. Yəni sadə birləşmə əmələ gəlibdir. Amma plastikdə sadədən mürəkkəb yaranırdı. Yəni amin turşudan zülal yaranırdı. 36-da düzgün cavabımız oldu Y variantı. 37. Canlılarda genetik məlumatın ötürülmə ardıcıllığı DNT, RNT və polipeptid istiqamətində olduğu məlumdur. Bu proses nəticəsində bilavasitə hansı molekul yaranmaz? Prosesə baxaq. DNT-dən RNT yarandı, RNT-dən isə polipeptid, yəni zülal yarandı. Deməli, bu göstərilən istiqamət bizə zülal biosintezini göstərir. Yəni, burada zülaldan kənar nəsə bir şey olmalıdır ki, onu biz düzgün cavab kimi götürək. İnterferon zülaldır. Viruslardan qorunmaq üçün yaranan zülal idi. Lizosim ağızda fermentdir.
bakteriyalara öldürücü təsir göstərirdi. Lizozim fermentlərdə bilirsiniz ki, tərkibi zülaldır. İnsülin mədə-altı vəzin ifraz etdiyi deməli insülin hormonudur, zülaldır. Albumin yumurta zülaldır, bu da zülaldır. Amma metianin amin turşudur. Ona görə də metianini demək buna aid etməyəcək. 38-də nə deyir? İnsan orqanizmində baş verən anabolizm prosesləri. Anabolizm nə idi? Yəni plastik mübadilə, sadədən mürəkkəb maddənin yaranmasını nəzərdə tutubdur. Və nə deyir? İnsan orqanizmində. İnsan orqanizmindədirsə, glikoza glikogen şəklində qaraciyərdə toplanır, düzdür. Glikoza süd turşusu bu deyil, çünki süd turşusu glikozadan da kiçik monomerdir demək olar ki. Amin turşudan zülal yaranır, düz deyir. Deməli, bizim orqanizmimizdə həm glikogen, həm də zülal yarana bilər. 1-3 düzgün cavabımızdır. Glikozadan nişasta bizdə yaranmır, çünki insan deyibdir. Bu da bitkilərə aiddir. Süd turşusundan karbon qazı yenə də anabolizmə aid deyil, çünki parçalanma məhsuludur. Deməli, düzgün cavabımız oldu 1 və 3 B variantı. DNT polimerazanın monomeri. Demək, əgər bax, sonluq aza ilə bitirsə, baxın, aza ilə bitirsə, bu demək zulaldır. Oza olsaydı, deyərdim ki, karbohidratdır. İndi bu aza ilə bitdiyinə görə bu zulaldır. Zulalın da monomeri nədir? Təbiidir ki, amin turşudur. Metianin amin turşusuna aid yanlış mülahizəni müəyyən edin. Baxın, deyir ki, nəqliyyat enziminin müxtəlifliyinin sayı 1 ədəddir. Düz deyir, çünki metianin onsuz da bir dənə triplet ilə kodlaşdırılırdı. Kodonu AUK-dur. Düz deyir, baxaq. Kodonu deyir ki, burada yazın. Aha, kodonu deyir AUK-dur. AUK-dursa, onda bunun genetik kodu nədir? TAS. Bunun qarşılığı TAS-dır. Antikodon isə antikodon məlumat RNT-sindən sonra yaranırdı. Demək, genetik koddur, sonra kodondur, ondan sonra antikodondur. Antikodon da bunun əksinə olmalıydı. Yəni, adenindirsə qabağında urasil, urasildirsə adenin, guanindirsə sitazin. Deməli, bunun antikodonu olmalıydı UAS. Amma burada antikodonu yazıblar AUK. Deməli, 40 elə Y variantı 40-da bizim üçün yanlış cavab oldu. Deyir ki, X prosesi hansıdır? Nə deyir? Translyasiya, zülal. Translyasiyadan qabaq hansı proses getməli idi ki, sonra translyasiya olsun, sonra zülal yaransın? Təbiidir ki, transkripsiya getməli idi ki, sonra translyasiya olsun, sonra da zülal yaransın. Əgər DNT molekulunun bir zəncirində nukleotidlər ATT, SGA, ASS, GG ardıcıllığı ilə düzülmüşlərsə, komplementarlıq prinsipinə əsasən onların qarşısında məlumat RNT-sinin hansı nukleotidləri düzüləcək? Baxaq. Deməli, bunun qarşılığında adenindirsə, adeninin qarşılığında nə durmalıdır? Urasil. Timindirsə, timinin qarşılığında adenin. Demək, necə yazıq? Belə verib bizə ATT, SGA, ASS, bir də GG. Bu DNT-nin bir dənə zənciridir. İndi buna deyir komplementarlıq prinsipinə əsasən onun qarşısında olan məlumat RNT-sini yaz. Adeninin bir-iki qarşılığı timinə uyğun gəlir, amma bunun qarşılığını yazıramsa məlumat RNT-si. Demək, burada nə yazacağım? Orada timin yoxdur deyə urasil yazacağım. Timinlərin qarşısında adenin durur həmişə. Yazdım UAA. Sonra keçək ikinci tərəfə. Sitazinin qarşısında durur guanin. Guaninin qarşısında durur sitazin. Adeninin qarşısında timin durur, amma M-RNT olduğuna görə timinin əvəzinə urasil duracaq. Sonra baxaq, adeninin qarşısında timindir, timin yazılmır burada deyə urasil yazacağım. USS, SS-lərin isə qarşılığında guanin. Ən sonunda da guanindir ki, onun qarşılığında sitazin olacaq. Baxaq görə indi düzgün gələn cavab hansıdır? Bax, uyumuz var onsuz da, urasilimiz var. İndi baxın, A variantı demək olar ki, doğru deyil, yəni uyğun gəlmir. Necə? Çünki burada həm timini yazıblar, həm də urasili. A variantını çıxdaş elədik. B variantında adeninin qarşısında məndə urasil durmalıydı. Burada birinci guanin durubdu. Ona görə bu səhv cavabdır. Bunu da götürmədik. Timin adenin yazıbdır. Əgər M-RNT alırıqsa müəllimələr, demək, neyəcəm? Onun qarşılığını timin yox, urasil yazacağım. D variantına baxaq, bizimkinə uyğun gəlir. Bax, UAA, GSU, UGG və SS.
Amma Y variantında urasillə timin var. Ona görə də Y variantında götürmürəm. Deməli 42-də düzgün cavabımız oldu D variantı. 43-ə baxaq. Fotosintez zamanı ATF sintetaza fermentinin kanalından hansı istiqamətdə və hansı hissəciklərin keçməsi baş verir? Fotosintez zamanı deyir özdə. Fotosintez zamanı deməli bilirsiniz ki, hidrogenlər düzülür, yəni müsbətlər daxili membranın daxilində, elektronlar isə, mənfi elektronlar isə daxili membranın xaricində. İndi deyir ki, hansı istiqamətdə və hansı hissəciklər? Əgər ki, bax, fotosintez zamanı daxili membranın daxilində hidrogenlər düzülübdürsə, bilirik ki, müsbət mənfiyə tərəf gedir. Deməli, bu kanal açılan kimi nə edəcək? Hidrogen gedəcək elektrona tərəf, yəni hüceyrənin daxili membranın daxilindən çıxıb gedəcək daxili membranın xaricinə. İndi bax,